Uşaqlar, 54-cü səhifəyi açın. Oradakı mətnləri oxuyuram. Kiçik mətnlərdir. Mən oxuyub tərcümə eləyəcəm. Siz də gələn dəfə, növbəti dəfə həmin şeyləri mənə təkrarən cavab verməlisiniz. Go to the pet shop. Heyvan dükkanına gedinə. Pet a dog. Uşaqlar, pet sözünün mənası şillə vur deməkdir. İtə bir şillə vur. Oh, your finger, uf deyir, sənin barmağın. Yəni, itə şillə vuranda, it yəqin sənin barmağını dişlədi. Eləmi? Bəli. Altındakını oxuyuruq balam. Go to the police station. Polis məntəqəsinə gedinə. Talk to the policeman. Polislə söhbət elə. Sorry, no bag found. Təəssüf ki, sənin sumkan tapılmadı. İndi yuxarıdan üçüncü oxuyuram. Nə balam? Saat 7 yazılar. Yox, 7 yox. Neysə. Go to the bus stop. Avtobus dayanacağına get. Get on the bus. Avtobusa minin. Your school bag is heavy. Uşaqlar, heavy sözünün mənası ağır deməkdir. Sən məktəb sumkan ağırdır. Put it down. Put it down. Onu yerə qoyunan. Altındakını oxuyuram balam. Put on your clothes. Uşaqlar, put qoymaqdır. Put down qoymaqdır. Amma put on geyinmək. Put on your clothes, paltarını geyinin. But where is your shoe? Və ayaqqabıların hanı? Altındakını oxuyuruq. Go to the sweet shop. Şirniyyat dükkanına get. Buy a lollipop. Lollipop alınan. Oh, there is no money in your pocket. Oy deyir, cibində pul yoxdur. Uşaqlar, bu mətnləri mən nətər oxudum, tərcümə elədim. İnşallah belə oxuyub tərcümə eləyərsiniz. Gələn dəfədə də o bir səhifəsindəki 5 dənə şəklin altını oxuyub tərcümə eləyəcək.